diktator kimdir? Sadə dillə desək, diktator hakimiyyəti xalqın iradəsindən deyil, öz gücündən alan şəxsdir. O, qanunları özü yazır, məhkəmələri idarə edir, ordunu özünə tabe etdirir və fərqli fikri təhlükə hesab edir. Belə idarə etmədə seçkilər formal xarakter daşıya bilər. Media nəzarət altına alınır, müxalifət susturular və insanlar qorxu içində yaşayar. Amma tarix göstərir ki, heç bir diktator hakimiyyətə mən diktator olacağım deyərək gəlmir. Demək olar ki, hamısı xalqa vədlər verir. Bəziləri iqtisadi böhrandan çıxış yolu vəd edir, bəziləri təhlükəsizlik, bəziləri isə milli qürurun bərpasını. Çətin dövrlərdə insanlar adətən güclü lider axtarırlar. Məhz belə anlarda bəzi şəxslər xalqın etimadını qazanaraq hakimiyyətə yüksəlirlər. Ancaq hakimiyyət üzərində nəzarət aradan qalxanda o, dünyanın ən təhlükəli silahlarından birinə çevrilə bilər. İngilis tarixçisi Lord Acton'ın məşhur bir sözü var. Hakimiyyət insanı pozur. Mütləq hakimiyyət isə tamamilə pozur. Tarix bu fikrin doğru olduğunu dəfələrlə sübut edib. Bu videoda haqqında danışacağım şəxslər fərqli ölkələrdə, fərqli ideologiyalar altında hakimiyyət sürüblər. Onların dilləri fərqli idi, dinləri fərqli idi, siyasi baxışları fərqli idi. Amma hamısını birləşdirən bir ortaq cəhət vardı. Hakimiyyəti heç kimlə bölüşmək istəməməlidir. Onların bəziləri xilaskar adlandırılırdı, bəziləri xalqın atası, bəziləri böyük rəhbər, bəziləri isə inqilabın simvolu. Amma tarix onları yalnız bir adla xatırladı. Diktator. Məqsədimiz sensasiya yaratmaq, kimisə qəhrəman və ya şeytan kimi göstərmək deyil. Məqsədimiz tarixi faktlara əsaslanaraq bu liderlərin necə hakimiyyətə gəldiyini, hakimiyyətdə hansı üsullardan istifadə etdiyini və onların qərarlarının milyonlarla insanların taleyinə necə təsir etdiyini araşdırmaqdır. Bu gün mən qısa konkret olaraq Adolf Hitler, Iosif Stalin, Mao Zedong, Pol Pot, Benito Mussolini, Kim Il-sen, Muammar Gaddafi, Saddam Hüseyn, Nikolay Çavuşesku və Idi Amin haqqında danışacağım. Bu insanların hakimiyyətə gəlişi fərqli olub. Hər birinin ideologiyası fərqli olub. Amma tarixdə qoyduqları iz bir-birinə çox bənzəyir. Qorxu, repressiya, müharibə və milyonlarla insanın dəyişən taleyi. Bu videonun sonunda isə sizi kiçik bir bonusla gözləyir. Siyahımıza daxil etmədiyimiz, lakin adı tez-tez bu cür müzakirələrdə hallanan bir şəxsiyyət haqqında da ayrıca danışacağım. Siz onu yaxşı tanıyırsınız. Onun niyə siyahıda olmadığını birlikdə araşdıracağıq. Hazırsınızsa, başladıq. Bu videoya innovativ və texnoloji həllər verən Avrotekin dəstəyi ilə baxırsınız. Yəqin ki, siyahımızda ən az tanıdığınız şəxs elə Idi Amindir. Amma bu sizi allatmasın. Çünki o, Afrika tarixinin ən qəddar diktatorlarından biri hesab olunur. Hakimiyyətdə cəmi 8 il qalsa da, onun dövründə 100 minlərlə insan həyatını itirdi və Uganda uzun illər özünə gələ bilmədi. Idi Amin təxminən 1925-ci ildə Ugandanın kasıb bir ailəsində dünyaya gəldi. Uşaqlığı haqqında dəqiq məlumat çox azdır. Məktəbdə ciddi təhsil almadı. Gəncliyində isə Britaniyanın müstəmləkə ordusunun sıralarına qoşuldu. Amin savadlı deyildi, amma çox güclü idi. İri cüssəsi, fiziki hazırlığı və sərt xarakteri sayəsində orduda sürətlə yüksəldi. Hətta bir neçə il Ugandanın ağır çəkidə boks çempionu olmuşdu. 1962-ci ildə Uganda müstəqilliyi qazandıqdan sonra da orduda xidmətini davam etdirdi. O dövrün prezidenti Milton Obote Aminə etibar edir. Onu yüksək vəzifələr təyin edirdi. Lakin bu etibar uzun çəkmədi. 1971-ci ildə Obote xarici səfərdə olarkən Idi Amin hərbi çevriliş edərək hakimiyyəti ələ keçirdi. Maraqlısı budur ki, ilk günlərdə xalqın böyük hissəsi onu alqışladı. Çünki Amin korrupsiyanı aradan qaldıracağını, ölkəyə sabitlik gətirəcəyini və xalqın rifahını yaxşılaşdıracağını vəd edirdi. Ancaq bu ümidlər çox qısa sürdü. Hakimiyyətə gələn kimi o, ordunu tamamilə öz nəzarəti altına aldı. Daha sonra jurnalistlər, müəllimlər, hakimlər, dini xadimlər və siyasi rəqiblər də eyni aqibətlə üzləşdilər. İnsanlar gecələr qapılarının döyülməsindən qorxurdular. Çünki aparılanların çoxu bir daha geri qayıtmırdı. Tarixçilərin hesablamalarına görə Aminin hakimiyyəti dövründə 100 mindən 500 minə qədər insan həyatını itirib. Dəqiq rəqəm bugün də məlum deyil. Amma bu
onun en böyük səhvi değildi. 1972-ci ildə Amin Ugandada yaşayan 10 minlərlə Asiya mənşəli ailəyə ölkəni tərk etmək üçün cəmi 90 gün vaxt verdi. Bu insanlar ölkənin iqtisadiyyatında mühüm rol oynuyordular. Minlərlə mağaza, fabrik və şirkət onların əlində idi. Amin onların bütün əmlakını müsadirə etdi və müəssisələri öz tərəfdarlarına payladı. Nəticə isə tam əksinə oldu. İqtisadiyyat çökməyə başladı. Mağazalar boşaldı, qiymətlər sürətlə artdı. Bir vaxtlar Şərqi Afrikanın ən perspektivli ölkələrindən biri olan Uganda ağır iqtisadi böhrana düşdü. Idi Amin haqqında çoxlu qəribə hekayələr də dolaşır. Ən məşhur iddialardan biri onun kanibal olması ilə bağlıdır. Bu barədə illərlə müxtəlif söz-söhbətlər yayılsa da, tarixçilər bu iddiaları təsdiqləyən qəti sübutların olmadığını bildirirlər. Amma bir həqiqət mübahisə doğurmur. Onun hakimiyyəti dövründə baş verən kütləvi repressiyalar və siyasi qətillər tarixi sənədlərdə təsdiqlənib. İdi Amin həm də özünə verdiyi qəribə titullarla məşhur idi. O özünü Field Marshal, ömürlük prezident, hətta Britaniya İmperiyasının Fatihi adlandırırdı. 1978-ci ildə isə həyatının ən böyük səhvini etdi. Qonşu Tanzaniyaya hücum etdi. Lakin müharibə planlaşdırıldığı kimi getmədi. Tanzaniya ordusu əks hücuma keçərək paytaxt Kampalanı ələ keçirdi. 1979-cu ildə İdi Amin hakimiyyətdən qaçmağa məcbur oldu. Əvvəl Liviyaya, sonra isə Səudi Ərəbistanına sığındı. Ən maraqlı isə budur ki, yüz minlərlə insanın ölümündə günahlandırılan bu diktator heç vaxt məhkəmə qarşısına çıxmadı. O, 2003-cü ildə Səudi Ərəbistanında xəstəlikdən öldü. İdi Amin göstərdi ki, qorxu üzərində qurulan hakimiyyət Afrikada yüz minlərlə insanın taleyini dəyişə bilər. Amma diktatura yalnız Afrikaya aid değildi. Millərlə kilometr uzaqda, Avropanın mərkəzində də başqa bir lider xalqını eyni qorxu ilə idarə edirdi. Onun adı Nikolay Çauşesku idi. Nikolay Çauşesku 1918-ci ildə Rumıniyanın kasıb kəndli ailəsində dünyaya gəlib. Onun uşaqlı ailənin 3-cü övladı idi. Uşaqlığı yoxsulluq içində keçdi. Cəmi bir neçə sinif təhsil aldı və yeniyetmə yaşlarında Buxarestə gedərək çəkməçi şagirdi kimi işləməyə başladı. Məhz burada kommunist ideyaları ilə tanış oldu. O dövrdə Rumıniya Komünist Partiyası qanunsuz fəaliyyət göstərirdi. Çauşesku partiyaya qoşuldu və buna görə bir neçə dəfə həbs edildi. Həbsxanada keçirdiyi illər onun siyasi həyatını tamamilə dəyişdi. İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqının dəstəyi ilə kommunistlər Rumuniyada hakimiyyətə gəldilər və Çauşeskunun yüksəlişi başladı. 1965-ci ildə ölkə rəhbəri Georgi Gergiodej vəfat etdikdən sonra Çauşesku Komünist Partiyasının baş katibi seçildi. İlk illərdə o tam fərqli lider təsiri bağışlayırdı. Hətta qərb dövlətləri belə onu digər kommunist rəhbərlərdən daha müstəqil hesab edirdi. 1968-ci ildə Sovet İttifaqı Çexoslovakiyaya qoşun yeridəndə Çauşesku bunu açıq şəkildə pislədi. Bu çıxış ona həm ölkə daxilində, həm də xaricdə böyük nüfuz qazandırdı. Ancaq hakimiyyət illəri uzandıqca o da bir çox diktatorun keçdiyi yolu seçdi. Əvvəlcə ətrafındakı bütün gücü öz əlinə topladı. Sonra isə öz şəxsiyyətini dövlətin ayrılmaz hissəsinə çevirdi. Televiziya, radio və qəzetlər hər gün onu tərifləyirdi. Məktəblərdə onun haqqında xüsusi dərslər keçirilirdi. Ölkənin hər yerində portretləri asılırdı. Onu Karpat dahisi, xalqın rəhbəri kimi təqdim edirdilər. Amma maraqlıdır ki, bu kult təkcə Çauşesku ilə bitmirdi. Həyat yoldaşı Yelena Çauşesku da faktiki olaraq ölkənin ikinci rəhbərinə çevrilmişdi. Rəsmi mediada onu böyük alim kimi təqdim edirdilər. Halbuki bir çox tarixçilər onun elmi nailiyyətlərinin şişiriliyini və siyasi nüfuz hesabına formalaşdığını bildirirdilər. Hakimiyyətdə qalmaq üçün Çauşeskunun əsas silahı isə Securitate idi. Bu gizli xidmət orqanı Şərqi Avropanın ən güclü təhlükəsizlik strukturlarından biri hesab olunurdu. Minlərlə agent insanları izləyirdi. Telefon danışıqları dinlənilir, məktublar yoxlanılır, hətta qonşular bir-biri haqqında məlumat verməyə təşviq olunurdu. İnsanlar evlərində belə hökumət haqqında sərbəst danışmağa cəsarət etmirdilər. 1980-ci illərdə Çauşesku daha bir mübahisəli qərar verdi. O, Rumıniyanın bütün xarici borcunu mümkün qədər tez ödəməyə qərar verdi. Bu məqsədlə ölkədə istehsal olunan məhsulların böyük hissəsi xaricə satılırdı.
Nəticədə isə öz xalqı ciddi çatışmazlıqlarla üzləşdi. Kart sistemi tətbiq edildi. Ət, süd, şəkər və yağ norma ilə satılırdı. Elektrik enerjisi və istilik məhdudlaşdırıldı. Qış aylarında minlərlə ailə soyuq mənzillərdə yaşayırdı. Amma eyni vaxtda Çauşesku dünyanın ən möhtəşəm inzibati binalarından birini tikdirirdi. Bugün Rumıniya parlament sarayı kimi tanınan bina həmin dövrdə xalq evi adlanırdı. Tikinti üçün minlərlə ev söküldü. Bütöv məhəllələr xəritədən silindi. Bu bina bugün də dünyanın ən böyük inzibati tikililərindən biridir və Çauşeskunun dəbdəbəsinin simvolu hesab olunur. 1989-cu ilin dekabrında isə hər şey dəyişdi. Rumeniyada etirazlar başladı. 21 dekabrda Çauşesku Buxarestdə minlərlə insan qarşısında çıxış edirdi. Çıxış televiziya ilə canlı yayımlanırdı. Birdən izdiham onu fitə basmağa başladı. O an Çauşesku ilk dəfə başa düşdü ki, insanlar artıq qorxmurlar. Ertəsi gün o və Yelena helikopterlə qaçmağa çalışdılar. Lakin çox keçmədən saxlanıldılar. 25 dekabr 1989-cu ildə hərbi məhkəmə onları cəmi bir neçə saat ərzində mühakimə etdi. Qərar onun həyat yoldaşı ilə birlikdə güllələnərək edam edilməsi idi. Hökm dərhal icra olundu. Beləliklə 24 il ölkəni idarə edən liderin hakimiyyəti cəmi bir neçə gün ərzində tamamilə dağıldı. Çauşeskunun hekayəsi bir şey göstərdi. Qorxu üzərində qurulan hakimiyyət illərlə davam edə bilər. Amma insanlar qorxmağı dayandırdığı an ən möhkəm görünən rejim belə bir neçə günə çökə bilər. Çauşesku Avropada kommunist rejiminin simvoluna çevrilmişdi. Amma diktatura təkcə kommunizmə məxsus deyildi. Aralıq dənizinin o tayında Afrikanın şimalında başqa bir lider özünü inqilabın xilaskarı adlandırır. Ölkəsini isə düz 42 il idarə etdi. Onun adı Muammar Qəddafi idi. Muammar Qəddafi 1942-ci ildə Liviyanın səhrasında kasıb bədəvi ailəsində dünyaya gəldi. Uşaqlığını çadırlarda keçirdi. Hətta ölkə rəhbəri olduqdan sonra da bəzən rəsmi səfərlərdə otellərdə qalmaq əvəzinə öz bədəvi çadırını qurmağı üstün tuturdu. Bu, onun ən fərqli xüsusiyyətlərindən biri idi. Gəncliyindən ərəb millətçiliyinə böyük maraq göstərirdi. Xüsusilə Misir prezidenti Cemal Əbdülnasiri özünə nümunə hesab edirdi. Hərbi akademiyanı bitirdikdən sonra orduda xidmət etməyə başladı. 1969-cu ildə cəmi 27 yaşında Kral İdris xarici ölkədə olarkən bir qrup gənc zabitlə birlikdə hərbi çevriliş etdi. Beləliklə, bir güllə belə atılmadan Liviyada hakimiyyət dəyişdi. İlk illərdə xalqın böyük hissəsi onu dəstəklədi. Çünki Qəddafi korrupsiyanı aradan qaldıracağını, neft gəlirlərini xalqın rifahına sərf edəcəyini və xarici dövlətlərin təsirindən azad Liviya quracağını vəd edirdi. Hakimiyyətinin ilk illərində neft gəlirlərinin hesabına yollar, xəstəxanalar və məktəblər tikildi. Savadlıq səviyyəsi yüksəldi. Liviya Afrikanın ən yüksək yaşayış səviyyəsinə malik ölkələrindən birinə çevrildi. Amma illər keçdikcə Qəddafi də hakimiyyəti heç kimlə bölüşmək istəmədi. Siyasi partiyalar qadağan edildi. Müstəqil media faktiki olaraq yox idi. Hakimiyyəti tənqid edənlər həbs olunur, sürgün edilir və ya müxtəlif cəzalarla üzləşirdilər. Qəddafi ölkəni özünün yazdığı yaşıl kitab əsasında idarə etdiyini bildirirdi. Bu kitabda demokratiya və kapitalizm tənqid edilir, onun irəli sürdüyü 3-cü beynəlxalq nəzəriyyə izah olunurdu. Lakin praktikada ölkədə bütün əsas qərarlar yenə də Qəddafinin nəzarəti altındaydı. Qəddafinin ən qəribə xüsusiyyətlərindən biri təhlükəsizliyə münasibəti idi. Onun mühafizə dəstəsində qadın hərbiçilər də xidmət edirdi. Bu dəstə dünya mediasında Amazon mühafizəçiləri adı ilə məşhurlaşmışdı. Qəddafi hesab edirdi ki, qadın mühafizəçilər ona qarşı sui-qəsd planlarını çətinləşdirəcək. Lakin onun hakimiyyəti yalnız qəribə davranışlarla yadda qalmayıb. 1988-ci ildə Şotlandiyanın Lokerbi şəhəri üzərində Pan Am 103 sərnişin təyyarəsi partladıldı. 270 nəfər həlak oldu. Uzun sürən araşdırmalardan sonra Liviyanın xüsusi xidmət orqanları bu terror aktı ilə əlaqələndirildi. İllər sonra Liviya hökuməti hadisəyə görə məsuliyyəti tam qəbul etmədən qurbanların ailələrinə təzminat ödəməyə razılaşdı. Bu hadisə Qəddafinin beynəlxalq nüfuzuna ciddi zərbə vurdu. 2011-ci ildə isə Ərəb baharı Liviyaya da çatdı.
Ölkənin müxtəlif şəhərlərində etirazlar başladı. Etirazlar qısa müddətdə vətəndaş müharibəsinə çevrildi. NATO qüvvələri də münaqişəyə müdaxilə etdi. Avqust ayında paytaxt Tripoli müxalifət qüvvələrinin nəzarətinə keçdi. Qəddafi isə qaçmağa məcbur oldu. 20 oktyabr 2011-ci ildə doğulduğu Sirt şəhəri yaxınlığında tutuldu. Elə həmin gün silahlı qrup tərəfindən öldürüldü. Beləliklə, düz 42 il Liviyanı idarə edən liderin hakimiyyəti sona çatdı. Bugün də Qəddafi haqqında fikirlər birmənalı deyil. Bəziləri onun Liviyada sabitlik yaratdığını və neft gəlirlərini xalqın rifahına yönəltdiyini deyir. Digərləri isə onun siyasi azadlıqları məhdudlaşdıran, repressiyalar həyata keçirən və ölkəni şəxsi hakimiyyətinə tabe etdirən avtoritar lider kimi qiymətləndirir. Ancaq bir fakt dəyişmir. Qəddafi hakimiyyəti heç kimlə bölüşmək istəmədi və bu xüsusiyyət onu tarixdə diktator kimi xatırlanan liderlər sırasına daxil etdi. Qəddafi Şimali Afrikanın ən uzun ömürlü liderlərindən biri idi. Amma yaxın şərqdə başqa bir lider vardı ki, o da özünü xalqının xilaskarı hesab edirdi. Müxalifəti isə amansızlıqla sustururdu. Onun adı Səddam Hüseyn idi. Səddam Hüseyn 1937-ci ildə İraqın Tikrit şəhəri yaxınlığındakı Əl-Əvcə kəndində dünyaya gəlib. Onun uşaqlığı ağır keçmişdi. Atası doğulmamışdan əvvəl vəfat etmiş, anası isə çətin həyat şəraiti ilə üzləşmişdi. Bir müddət dayısının himayəsində böyüdü və məhz dayısı onda ərəb millətçiliyi ideyalarını formalaşdırdı. 1957-ci ildə İraqın Ərəb Sosialist Bəəz partiyasına qoşuldu. Bu partiyanın məqsədi ərəb dünyasını birləşdirmək və güclü milli dövlət yaratmaq idi. 1959-cu ildə o, İraqın baş naziri Əbdülkərim Qasımın öldürülməsi cəhdində iştirak etdi. Plan uğursuz oldu. Səddam əvvəlcə Suriyaya, sonra isə Misirə qaçdı və bir neçə il sürgündə yaşadı. 1968-ci ildə Bəəz partiyası hərbi çevriliş nəticəsində hakimiyyətə gəldi. Səddam rəsmi olaraq prezident olmasa da ölkənin ən nüfuzlu şəxslərindən birinə çevrildi. 1979-cu ildə isə prezident Əhməd Həsən Əlbəkir istefa verdi. Onun yerinə Səddam Hüseyn keçdi. Hakimiyyətə gəldikdən cəmi bir neçə gün sonra o, partiya rəhbərlərini böyük zalda topladı. Çıxış zamanı güya dövlət çevrilişi hazırlayan şəxslərin adlarını bir-bir oxudu. Adı çəkilənlər zaldan çıxarılırdı. Sonradan onların əksəriyyəti edam edildi. Bu hadisə ölkəyə açıq mesaj idi. Səddama qarşı çıxan heç kim təhlükəsiz olmayacaq. Hakimiyyətdə qalmaq üçün o, güclü təhlükəsizlik aparatı qurdu. Müxalifətə qarşı sərt tədbirlər görülür. Siyasi rəqiblər həbs olunur, işgəncələr və edamlar barədə çoxsaylı məlumatlar yayılırdı. Eyni zamanda ölkədə güclü şəxsiyyət kultu yaradılmışdı. Şəhərlərdə onun nəhəng heykəlləri ucaldılır, məktəblərdə onun haqqında danışılır, portretləri isə demək olar ki, hər dövlət binasında asılırdı. 1980-ci ildə Səddam İranla müharibəyə başladı. Bu müharibə düz 8 il davam etdi. Hər iki tərəfdən yüz minlərlə insan həyatını itirdi. Müharibə qalibi müəyyən etmədən başa çatsa da, İraq iqtisadi cəhətdən ciddi zəiflədi. Lakin Səddam bununla da dayanmadı. 1990-cı ildə İraq qonşu Küveyti işğal etdi. Bu qərar beynəlxalq böhrana səbəb oldu. ABŞ rəhbərliyində yaradılan beynəlxalq koalisiya qısa müddətdə İraq ordusunu Küveytdən çıxardı. Sonraki illərdə İraq ağır iqtisadi sanksiyalar altında yaşadı. 2003-cü ildə ABŞ və müttəfiqləri İraqa yenidən hərbi müdaxilə etdilər. Səddamın hakimiyyəti cəmi bir neçə həftə ərzində dağıdıldı. Dünya onu sonuncu dəfə çox fərqli vəziyyətdə gördü. 2003-cü ilin dekabrında o, Tikrit yaxınlığında torpaq altında hazırlanmış kiçik gizləncəydə tapıldı. Bu əməliyyat Red Dawn adı ilə tarixə düşdü. Bir vaxtlar milyonlarla insanın taleyini hökmü verən lider artıq qaçan bir adam idi. O, məhkəmə qarşısına çıxarıldı. 2006-cı ildə Dəcəl kəndində şiələrin qətli ilə bağlı cinayətlərə görə ölüm cəzasına məhkum edildi. Hökm həmin ilin 30 dekabrında icra olundu. Səddam Hüseyn tərəfdarları tərəfindən güclü lider kimi xatırlansa da, beynəlxalq insan hüquqları təşkilatları onun dövrünü geniş miqyaslı repressiyalar, siyasi təqiblər və insan hüquqları pozuntuları ilə xarakterizə edirdi. Səddam Hüseyn hakimiyyətini qorumaq üçün qorxu və gücdən istifadə edirdi. Amma elə bir diktator vardı ki, təkcə öz dövrünü deyil,
özündən sonraki nəsilləri də idarə edəcək bir sistem kurdu. Bu sistem bugün də mövcuddur. Onun qurucusu Kim Il Sen idi. Kim Il Sen 1912-ci ildə Koreyanın şimalında dünyaya gəlib. Onun uşaqlığı Yaponiyanın Koreyanı işğal etdiyi dövrə təsadüf edirdi. Məhz buna görə gənc yaşlarından Yaponlara qarşı müqavimət hərəkatına qoşuldu. Bir müddət Çində partisan dəstələrində döyüşdü və burada kommunist ideologiyasını mənimsədi. İkinci Dünya müharibəsinin sonunda Yaponiya məğlub oldu. Koreya isə iki hissəyə bölündü. Şimal Sovet İttifaqının, Cənub isə ABŞ-nin təsiri altına keçdi. 1948-ci ildə Sovet İttifaqının dəstəyi ilə Koreya Xalq Demokratik Respublikası yaradıldı və Kim Il Sen ölkənin ilk rəhbəri oldu. İlk illərdə o, xalq arasında böyük nüfuz qazanmışdı. Çünki uzun illər Yapon işğalına qarşı mübarizə aparmış qəhrəman kimi təqdim olunurdu. Lakin hakimiyyətini möhkəmləndirdikcə, ölkədə bütün siyasi rəqiblər tədricən aradan qaldırıldı. Partiya daxilində ona qarşı çıxanlar vəzifələrindən uzaqlaşdırılır, həbs olunur və ya yoxa çıxırdılar. Beləliklə, bütün hakimiyyət bir nəfərin əlində cəmləşdi. 1950-ci ildə Kim Il Sen Cənubi Koreyaya hücum etdi. Beləliklə, Koreya müharibəsi başladı. 3 il davam edən bu müharibə milyonlarla insanın həyatına təsir göstərdi. 1953-cü ildə atəşkəs imzalansa da, bugünə qədər Şimali və Cənubi Koreya arasında rəsmi sülh müqaviləsi bağlanmayıb. Kim Il Sen müharibədən sonra ölkəni tamamilə qapalı sistemə çevirməyə başladı. O, Cuşe adlandırdığı ideologiyanı dövlət siyasətinin əsasına çevirdi. Bu ideologiyanın əsas ideyası ölkənin hər sahədə yalnız öz gücünə arxalanması idi. Lakin praktikada bu, xalqın daha da təcrid olunmasına səbəb oldu. Xarici informasiya demək olar ki, tamamilə məhdudlaşdırıldı. Mətbuat, televiziya və radio dövlətin tam nəzarəti altındaydı. Kim Il Sen ətrafında isə bəlkə də dünyanın ən güclü şəxsiyyət qutlarından biri yaradıldı. Onun nəhəng heykəlləri ucaldıldı. Evlərdə portretlər asıldı, məktəblərdə uşaqlara onun həyatı öyrədildi. Rəsmi təbliğatda o, fövqəladə qabiliyyətlərə malik lider kimi təqdim olunurdu. Şimali Koreyaya gedən turistlər bugün də Kim Il Sen'in heykəlləri qarşısında xüsusi davranış qaydalarına əməl etməlidirlər. Onun haqqında yazılmış qəzetləri belə yerə atmaq və ya şəkillərini zədələmək hörmətsizlik hesab olunur. Kim Il Sen'in ən böyük fərqi isə başqa idi. O, sadəcə diktator olmadı. O, hakimiyyəti ailəsindən miras qoydu. 1994-cü ildə vəfat etdikdən sonra ölkəyə oğlu Kim Chen Ir rəhbərlik etdi. Daha sonra isə nəvəsi Kim Chen In hakimiyyətə gəldi. Beləliklə, tarixdə nadir hallarda rast gəlinən siyasi sistem yaradıldı. Bir ailə 3 nəsildir eyni ölkəni idarə edir. Bu səbəbdən Kim Il Sen yalnız Şimali Koreyanın ilk rəhbəri deyil, bugün də davam edən siyasi sistemin memarı hesab olunur. Kim Il Sen xalqın düşüncəsinə nəzarət etməyə çalışırdı. Amma tarixdə elə bir diktator da olub ki, o təkcə insanların fikirlərini deyil, onların keçmişini, təhsilini və hətta ziyalı təbəqəsini belə yox etməyə çalışmışdı. Bu insan Pol Pot idi. Pol Pot 1925-ci ildə Fransanın müstəmləkəsi olan Kambocadan anadan olub. Əsl adı Salot Sar idi. Maraqlıdır ki, sonradan milyonlarla insanın taleyini dəyişəcək bu şəxs gəncliyində Avropada təhsil almışdı. 1949-cu ildə dövlət təqaüdü ilə Fransaya göndərildi. Burada radioelektronika təhsili alsa da, dərslərdən daha çox siyasətlə maraqlanırdı. Məhz Fransada kommunist ideyalarından təsirləndi və radikal baxışlar formalaşdırdı. Təsirini başa vurmadan Kambodjaya qayıtdı. Burada gizli kommunist hərəkatına qoşuldu. Uzun illər meşələrdə partisan müharibəsi apardı. 1975-ci ildə isə onun rəhbərlik etdiyi qırmızı xmerlər paytaxt Phnom Penh'i ələ keçirdilər. Beləliklə, Pol Pot hakimiyyətə gəldi. İlk çıxışlarında o, tamamilə yeni və bərabər cəmiyyət quracağına vəd edirdi. Onun fikrincə bütün problemlərin səbəbi şəhərlər, pul, təhsil və köhnə dövlət sistemi idi. Buna görə də tarixdə bənzəri az görülən qərarlar qəbul etdi. Hakimiyyətə gəldikdən cəmi bir neçə gün sonra paytaxtın bütün əhalisinə şəhəri tərk etmək əmrini verdi.
Xəstəxanalardakı xəstələr belə küçəyə çıxarıldı. Milyonlarla insan kəndlərə göndərildi. Şəhərlər demək olar ki, boşaldıldı. Pol Pot ölkəni 0-cı il adlandırdığı yeni dövrə keçdiyini elan etdi. Onun fikrincə tarix yenidən başlamalıydı. Pul ləğv edildi, banklar bağlandı, şəxsi mülkiyyət qadağan edildi. Din qadağan olundu, məktəblər və universitetlər fəaliyyətini dayandırdı. İnsanlar kollektiv əmək düşərgələrində işləməyə məcbur edildi. Ən dəhşətlisi isə ziyalılara münasibət idi. Müəllimlər, həkimlər, mühəndislər və dövlət qulluqçuları köhnə cəmiyyətin nümayəndələri hesab olunurdu. Hətta sadəcə xarici dil bilmək və ya eynək taxmaq belə bəzən insanın savadlı hesab edilməsinə və hədəfə çevrilməsinə səbəb olurdu. Tarixçilər eynək taxanların sistemli şəkildə öldürüldüyü fikrinin müəyyən qədər şirinliyini qeyd etsələr də, təhsilli insanların geniş miqyasda təqib edilməsi sənədlərlə təsdiqlənib. Cəmi 4 il ərzində Kamboca tarixinin ən böyük faciəsi yaşandı. Aclıq, məcburi əmək, xəstəlik, kütləvi edamlar. Tarixçilərin hesablamalarına görə Pol Pot rejimi dövründə təxminən 1,5-2 milyon insan həyatını itirdi. Bu, həmin dövrdə ölkə əhalisinin təxminən 1/4-ə bərabər idi. 1978-ci ildə vəziyyət dəyişdi. Qonşu Vyetnam Kambocaya hərbi müdaxilə etdi. 1979-cu ilin əvvəlində paytaxt ələ keçirildi. Pol Pot isə meşələrə qaçaraq uzun illər partizan müharibəsini davam etdirdi. Maraqlıdır ki, hakimiyyətdən devrildikdən sonra da tam tutulmadı. Yalnız 1997-ci ildə öz təşkilatının daxilində ev dustallığına məruz qaldı. 1998-ci ildə isə ürək çatışmazlığı nəticəsində öldüyü bildirildi. Lakin onun ölümünün təbii olub olmaması bu gün də müzakirə olunur. Pol Pot özünü xalqı xilas edəcək inqilabçı hesab edirdi. Amma tarix onu öz xalqına qarşı ən dağıdıcı siyasətlərdən birini həyata keçirən diktator kimi xatırladı. Pol Pot ifrat kommunist ideologiyasının ən faciəvi nümunələrindən biri idi. Amma 20-ci əsrdə milyonlarla insanın həyatını dəyişən tək ideologiya komünizm deyildi. Avropada başqa bir cərəyan sürətlə yüksəlirdi. Onun adı faşizm idi və bu ideologiyanın banisi Benito Mussolini idi. Benito Mussolini 1883-cü ildə İtaliyanın kiçik bir kəndində dünyaya gəlib. Atası dəmirçi, anası isə müəllim idi. Gəncliyində sakit insan değildi. Dəfələrlə davalara qarışır, məktəbdə intizamsız davranışlarına görə problemlər yaşayırdı. Müəllim kimi işləsə də bu peşədə uzun müddət qalmadı. Onun əsl marağı siyasət idi. Əvvəlcə sosialist idi və hətta sosialist qəzetlərində jurnalist kimi çalışırdı. Lakin 1-ci Dünya müharibəsi onun siyasi baxışlarını tamamilə dəyişdi. Mussolini hesab edirdi ki, İtaliya güclü dövlətə çevrilməli, xalq isə bir lider ətrafında birləşməlidir. 1919-cu ildə o yeni siyasi hərəkat yaratdı. Bu hərəkat sonradan bütün dünyanın tanıyacağı faşizm ideologiyasının əsasını qoydu. Onun tərəfdarları qara köynək geyindikləri üçün qara köynəklilər adlanırdı. Onlar küçələrdə siyasi rəqiblərə hücum edir, mitinqləri dağıdır və qorxu mühiti yaradırdılar. 1922-ci ildə Mussolini tarixə düşən Romaya yürüyüş təşkil etdi. 10 minlərlə tərəfdarı paytaxta doğru hərəkət etdi. Vətəndaş müharibəsindən ehtiyat edən Kral 3-cü Viktor Emanuel ona hökuməti qurmağı tapşırdı. Beləliklə, Mussolini seçki ilə deyil, təzyiq və siyasi güc nümayişi ilə hakimiyyətə gəldi. İlk illərdə o, iqtisadiyyatı sabitləşdirəcəyini və İtaliyanı yenidən böyük imperiyaya çevirəcəyini vəd edirdi. Bu vədlər ona böyük dəstək qazandırırdı. Ancaq hakimiyyəti möhkəmləndirdikcə demokratiya tədricən yox olmağa başladı. Müstəqil qəzetlər bağlandı. Müxalif siyasətçilər həbs edildi və ya ölkədən qaçmağa məcbur oldular. Seçkilər formal xarakter aldı. İtaliya faktiki olaraq təkpartiyalı dövlətə çevrildi. Mussolini özü isə Il Duce, yəni lider adlandırılırdı. Onun portretləri hər yerdə asılırdı. Radio və qəzetlər yalnız hökumətin istədiyi məlumatları yayırdı. 1935-ci ildə Mussolini Efiopiyanı işğal etdi. Bu müharibədə kimyəvi silahlardan istifadə edildiyi barədə çoxsaylı tarixi sənədlər mövcuddur. Minlərlə dinc sakin həyatını itirdi. Beynəlxalq ictimaiyyət İtaliyaya sanksiyalar tətbiq etsə də, Mussolini geri çəkilmədi. 1930-cu illərin sonlarında isə Almaniya lideri Adolf Hitlerlə yaxınlaşmağa başladı. Maraqlıdır ki, Hitler Mussolinini uzun illər özünə nümunə hesab edirdi. Faşist salamı.
güclü lider kultu və kütləvi təbliğat kimi üsulların bir çoxunu Almaniya məhz İtaliyadan ilham alaraq inkişaf etdirmişdi. Lakin 2-ci Dünya müharibəsi başlayanda vəziyyət dəyişdi. İtaliya ordusu ardıcıl uğursuzluqlarla üzləşdi. 1943-cü ildə Mussolini hakimiyyətdən uzaqlaşdırıldı və həbs edildi. Almaniya xüsusi təyinatları onu həbsdən xilas etsələr də artıq əvvəlki gücünü qaytara bilmədi. 1945-ci ilin aprelində İsveçrəyə qaçmağa çalışarkən partizanlar tərəfindən saxlanıldı. Ertəsi gün Mussolini və sevgilisi Claretta Petacci güllələndi. Daha sonra onların cəsədləri Milanda ictimai yerdə asıldı. Bu görüntülər bütün dünyaya yayıldı. Bir vaxtlar milyonlarla insan qarşısına çıxış edən lider sonda küçədə nümayiş etdirilən cəsədə çevrilmişdi. Mussolini tarixə təkcə İtaliyanın diktatoru kimi düşmədi. O, 20-ci əsrin ən təhlükəli ideologiyalarından biri olan faşizmin qurucusu kimi yadda qaldı. Mussolini faşizmin simvoluna çevrilmişdi. Amma eyni əsrdə başqa bir ideologiya da milyonlarla insanın həyatını dəyişirdi. Bu ideologiya kommunizm idi. Onun ən məşhur liderlərindən biri isə Mao Zedong idi. Mao Zedong 1893-cü ildə Çinin Hunan əyalətində varlı olmayan kəndli ailəsində dünyaya gəlib. Atası sərt xarakterli fermer idi. Mao isə uşaqlıqdan kitablara və tarixə böyük maraq göstərirdi. Gəncliyində müəllim olmaq istəyirdi. Sonralarsa inqilabçı olmağa qərar verdi. 1911-ci ildə Çində imperiya devrildi. Ölkədə uzun illər davam edən qarşıtlıq başladı. Məhz həmin dövrdə Mao kommunist ideyalarıyla tanış oldu və Çin Komünist Partiyasının yaradıcı üzvlərindən birinə çevrildi. Lakin hakimiyyətə gəlmək heç də asan olmadı. Uzun illər davam edən vətəndaş müharibəsində kommunistlər dəfələrlə məğlub oldular. 1934-cü ildə Mao və tərəfdarları tarixə uzun yürüş adı ilə düşən geri çəkilməyə başladılar. Onlar təxminən 9000 kilometrdən çox yol qət etdilər. 100 minə yaxın döyüşçüdən yalnız kiçik bir hissəsi sağ qala bildi. Amma məhz bu yürüş Mao Zedongu partiyanın mübahisəsiz liderinə çevirdi. 1949-cu ildə kommunistlər vətəndaş müharibəsində qalib gəldilər. Mao Pekində Çin Xalq Respublikasının yaradıldığını elan etdi. Milyonlarla insan onu yeni Çinin qurucusu kimi qarşılayırdı. İlk illərdə torpaq islahatları aparıldı. Böyük torpaq sahiblərinin mülkləri kəndlilər arasında bölüşdürüldü. Savadlılıq səviyyəsi artdı. Orta ömür uzunluğu yüksəldi. Lakin Mao daha böyük dəyişiklik istəyirdi. 1958-ci ildə o, Böyük Sıçrayış adlı iqtisadi proqramı həyata keçirməyə başladı. Məqsəd Çini qısa müddətdə dünyanın ən böyük sənaye dövlətlərindən birinə çevirmək idi. Kəndlilər böyük kommunalara birləşdirildi. Şəxsi təsərrüfatlar ləğv edildi. İnsanlara həyətlərində belə metal əridərək polad istehsal etmək tapşırıldı. Rəhbərlərdən yüksək məhsuldarlıq göstəriciləri tələb olunduğu üçün onlar çox vaxt reallığı gizlədirdilər. Kağız üzərində məhsul bol görünürdü. Əslində isə insanlar ac qalırdı. Nəticədə 20-ci əsrin ən böyük aclıqlarından biri baş verdi. Tarixçilərin hesablamalarına görə 15 milyondan 45 milyona qədər insan aclıq və ya onun nəticələri səbəbindən həyatını itirib. Bu, bəşər tarixinin ən böyük insan faciələrindən biri hesab olunur. Lakin Mao səhvlərini qəbul etmədi. Əksinə, 1966-cı ildə daha bir böyük kampaniyaya başladı. Bu kampaniya mədəni inqilab adlanırdı. Mao gəncləri köhnə düşüncəyə qarşı mübarizəyə çağırırdı. Beləliklə, qırmızı qvardiyaçılar meydana çıxdı. Minlərlə məktəb və universitet bağlandı. Tarixi abidələr dağıdıldı, kitablar yandırıldı. Professorlar, müəllimlər, alimlər və sənətçilər xalq düşməni elan edilərək təhqir olundu, həbs edildi və ya öldürüldü. Ölkədə demək olar ki, hər kəs kimdənsə şübhələnirdi. Mao ətrafında isə görünməmiş şəxsiyyət kultu formalaşdırıldı. Onun şəkilləri hər yerdə asılırdı. Milyonlarla insan cibində kiçik qırmızı kitabı gəzdirirdi. Bu kitabda Mao'nun statları toplanmışdı və bir çox insan onu demək olar ki, müqəddəs kitab kimi oxuyurdu. Maraqlıdır ki, bu qədər böyük hakimiyyətə malik olmasına baxmayaraq, Mao həyatının son illərində səhhətində ciddi problemlər yaşayırdı və ölkənin gündəlik idarəçiliyində əvvəlki qədər fəal iştirak etmirdi. 1976-cı ildə Mao Zedong vəfat etdi. Onun ölümündən sonra Çin rəhbərliyi tədricən iqtisadi islahatlara başladı və Mao dövrünün bəzi siyasətçilərini açıq şəkildə tənqid etdi. Bu gün Çində Mao Zedonga münasibət mürəkkəbdir. O, bir tərəfdən müasir Çinin qurucularından biri hesab olunur, digər tərəfdən isə tarixçilər onun qərarlarının milyonlarla insanın ölümünə səbəb olduğunu vurğulayırlar.
Bir həqiqət isə dəyişmir. Mao hakimiyyəti xalq naminə aldığını deyirdi. Amma nəzarətsiz hakimiyyət onu da milyonlarla insanın taleyinə təsir edən diktatorlardan birinə çevirdi. Mao dünyanın ən böyük kommunist dövlətlərindən birini qurmuşdu. Amma ondan əvvəl başqa bir kommunist lider vardı ki, onun yaratdığı qorxu sistemi təkcə Sovet İttifaqında deyil, 20-ci əsrin böyük hissəsini formalaşdırdı. Onun adı Iosif Stalin idi. Iosif Stalin 1878-ci ildə Gürcüstanın Qori şəhərində kasıb ailədə dünyaya gəlib. Əsl adı Iosif Cugaşvili idi. Atası çəkməçi, anası isə paltaryuyan işləyirdi. Uşaqlığı ağır keçmişdi. Atasının onu tez-tez döydüyü bildirilir. Anası isə oğlunun keşiş olmasını istəyirdi. Bu məqsədlə Stalin dini seminariyaya qəbul olundu. Lakin burada dini təhsil almaq əvəzinə gizli şəkildə inqilabi ədəbiyyat oxumağa başladı. Bir müddət sonra seminariyadan xaric edildi. Bundan sonra həyatını tamamilə siyasətə həsr etdi. O, Rusiya Sosial Demokratik Fəhlə Partiyasına qoşuldu və Vladimir Leninin rəhbərlik etdiyi Bolşevik hərəkatının fəal üzvlərindən biri oldu. Partiyanın maliyyələşdirilməsi üçün həyata keçirilən silahlı bank qarətlərində iştirak etdiyi barədə çoxsaylı tarixi mənbələr mövcuddur. Bu fəaliyyətinə görə dəfələrlə həbs olundu və Sibirin müxtəlif bölgələrinə sürgün edildi. Lakin hər dəfə geri qayıtmağı bacardı. 1917-ci ildə baş verən Oktyabr inqilabı Bolşevikləri hakimiyyətə gətirdi. Lenin ölümündən sonra isə partiya daxilində hakimiyyət uğrunda mübarizə başladı. Ən güclü rəqibi Lev Trotski idi. Amma Stalin tədricən bütün rəqiblərini siyasi səhnədən uzaqlaşdırdı. 1920-ci illərin sonuna doğru Sovet İttifaqının faktiki liderinə çevrildi. İlk böyük qərarlarından biri kənd təsərrüfatını kollektivləşdirmək oldu. Milyonlarla kəndli torpaqlarını dövlətə verməyə məcbur edildi. Buna qarşı çıxanlarsa sürgün edilir və ya həbs olunurdu. Bu siyasət xüsusilə Ukraynada ağır acılığa səbəb oldu. Tarixçilərin böyük hissəsi milyonlarla insanın bu acılıq nəticəsində həyatını itirdiyini bildirir. Lakin Stalin hakimiyyətini ən çox xarakterizə edən hadisə böyük təmizləmə idi. 1936-1938-ci illərdə minlərlə dövlət məmuru, ordu zabiti, alim, yazıcı və adi vətəndaş xalq düşməni olmaq ittihamı ilə həbs edildi. Milyonlarla insan bu sistemdən keçmişdi. Stalinin yaratdığı qorxu o qədər güclü idi ki, hətta onun ən yaxın silahdaşları belə hər gecə həbs olmaq qorxusuyla yaşayırdılar. Heç kim özünü təhlükəsiz hiss etmirdi. 1939-cu ildə Stalin Almaniya ilə hücum etməmək haqqında müqavilə imzaladı. Lakin cəmi 2 il sonra Hitler bu müqaviləni pozaraq Sovet İttifaqına hücum etdi. Beləliklə, tarixdə ən qanlı müharibələrdən biri başladı. Müharibə zamanı Sovet İttifaqı təxminən 27 milyon insan itirdi. Buna baxmayaraq, Qırmızı Ordu Berlinə qədər irəlilədi və nasist Almaniyasının məğlub edilməsində əsas rol oynadı. Bu qələbə Stalinin nüfuzunu daha da artırdı. Müharibədən sonra Şərqi Avropanın böyük hissəsi Sovet təsiri altına düşdü. Beləliklə, Stalin dünyanın ən güclü siyasi fiqurlarından birinə çevrildi. Amma ölkə daxilində qorxu sistemi dəyişmədi. Həbslər, sürgünlər və siyasi təqiblər davam edirdi. 1953-cü ildə Stalin insult keçirdi. Ən maraqlı faktlardan biri isə budur ki, yaxın ətrafı uzun müddət onun otağına girməyə cəsarət etməmişdi. Çünki onu narahat etməkdən qorxurdular. Nəticədə tibbi yardım gecikdi. Bir neçə gün sonra Stalin vəfat etdi. Onun ölümündən sonra Sovet rəhbərliyi tədricən repressiyaların miqyasını etiraf etməyə başladı. 1956-cı ildə Nikita Xruşov məşhur gizli çıxışında Stalinin şəxsiyyət kultunu və repressiyalarını açıq şəkildə tənqid etdi. Bu, Sovet tarixində mühüm dönüş nöqtəsi oldu. Bugün Stalin haqqında fikirlər hələ də fərqlidir. Bəziləri onu ölkəni sənayeləşdirən və nasizm üzərində qələbəyə aparan lider kimi qiymətləndirir. Digərləri isə milyonlarla insanın ölümünə səbəb olan repressiya sisteminin memarı hesab edirlər. Amma mübahisə doğurmayan bir həqiqət var. Stalin elə bir qorxu sistemi qurdu ki, insanlar təkcə hökumətdən deyil, öz qonşularından, dostlarından, hətta ailə üzvlərindən belə ehtiyat etməyə başladılar. Tarixdə çox az lider cəmiyyəti bu qədər dərin qorxu içində yaşada bilmişdi. Stalin 20-ci əsrin ən güclü diktatorlarından biri idi. Amma bu əsrdə elə bir lider var idi ki, onun adı çəkiləndə insanların ağlına ilk olaraq dünya müharibəsi, Holokost və bəşər tarixinin ən böyük faciələrindən
biri gəlir. Siyahımızın sonuncusu və bəlkə də ən məşhur adı Adolf Hitlerdir. Adolf Hitler haqqında yəqin ki, hamınız eşitmisiniz. Bəs dünyanın ən məşhur diktatorlarından biri necə meydana çıxdı? Necə oldu ki, adi bir gənc milyonlarla insanın taleyini dəyişən liderə çevrildi? Hitler 1889-cu ildə Avstriyada dünyaya gəlib. Uşaqlığından rəssam olmaq arzusundaydı. Hətta 2 dəfə Viyana İncəsənət Akademiyasına qəbul olmaq istədi. Amma hər 2 dəfə imtahandan keçə bilmədi. Sonralar özü yazırdı ki, bu uğursuzluq həyatının istiqamətini dəyişdi. Birinci Dünya müharibəsində Almaniya ordusunda xidmət etdi. Müharibənin sonunda Almaniyanın məğlub olması Hitleri dərindən sarsıtdı. O hesab edirdi ki, ölkə xarici düşmənlərdən çox daxildəki siyasətçilər tərəfindən məğlub edilib. 1919-cu ildə kiçik siyasi təşkilatlardan biri olan Alman Fəhlə Partiyasına qoşuldu. Onun natiklik qabiliyyəti qısa müddətdə diqqət çəkdi. Bir neçə ildən sonra partiyanın rəhbərinə çevrildi. Partiyanın adı dəyişdirildi. Beləliklə, tarixə nasist partiyası kimi düşən siyasi qüvvə yarandı. 1923-cü ildə Hitler hakimiyyəti zorla ələ keçirməyə çalışdı. Bu hadisə pivəxana çevrilişi adı ilə tanınır. Plan uğursuz oldu. Hitler həbs edildi. Məhz həbsxanada o, sonradan bütün dünyaya məşhur olan Mənim Mübarizəm kitabını yazdı. Burada Almaniyanın gələcəyi, irqçilik və siyasi baxışları haqqında fikirlərini izah edirdi. 1930-cu illərin əvvəllərində Almaniya ağır iqtisadi böhran yaşayırdı. İşsizlik rekord həddə çatmışdı. İnsanlar çıxış yolu axtarırdılar. Hitler isə güclü Almaniya, yeni iş yerləri və milli qürurun bərpasını vəd edirdi. 1933-cü ildə Almaniyanın kansleri oldu. Hakimiyyətə gəldikdən cəmi bir neçə həftə sonra parlament binasında baş verən yanğından istifadə edərək fövqəladə səlahiyyətlər əldə etdi. Müxalifət sıradan çıxarıldı. Digər siyasi partiyalar qadağan edildi. Mətbuat tam nəzarət altındaydı. Beləliklə, Almaniya qısa müddətdə demokratiyadan diktatoraya çevrildi. Hitler ətrafında güclü şəxsiyyət kultu yaradıldı. Ona Führer, yəni lider deyirdilər. Milyonlarla insan onun çıxışlarını dinləmək üçün meydanlara toplaşırdı. Propaganda naziri Joseph Goebbels radio, kino və qəzetlərdən istifadə edərək Hitlerin obrazını demək olar ki, qüsursuz lider kimi təqdim edirdi. Lakin Hitlerin adı tarixdə ən çox Holokost ilə xatırlanır. Nasist ideologiyasına görə Yahudilər, qaraçılar, əlillər və bəzi digər qruplar sistemli təqiblərə məruz qaldılar. 6 milyona yaxın Yahudi Holokost zamanı həyatını itirdi. Ümumilikdə isə nasist rejiminin qurbanlarının sayı bundan qat-qat çox idi. 1939-cu ildə Hitler Polşaya hücum etdi. Beləliklə, 2-ci Dünya müharibəsi başladı. Bu müharibə tarixdə ən dağıdıcı müharibə hesab olunur. 10 milyonlarla hərbiçi və mülki şəxs həyatını itirdi. Müharibənin sonuna yaxın Almaniya bütün cəbhələrdə geri çəkilməyə başladı. 1945-ci ilin aprelində Sovet ordusu Berlinə daxil oldu. Hitler yeraltı bunkerdə gizlənirdi. 30 aprel 1945-ci ildə o, Eva Braunla birlikdə bunkerində həyatına son qoydu. Beləliklə, milyonlarla insanın taleyini dəyişən bir rejim dağıdıldı. Hitler tarixdə təkcə Almaniyanın lideri kimi yox, irqçi ideologiyanın, totalitar idarəçiliyin və dünya müharibəsinin simvoluna çevrildi. Onun hekayəsi göstərdi ki, nifrət üzərinə qurulan siyasət yalnız düşmənlərini deyil, sonda onu quran sistemi də məhv edir. Hitlerin hekayəsi burada başa çatır. Amma videomuz yox. Çünki buraxılışımızın əvvəlində sizə kiçik bir bonus söz vermişdim. İndi isə gəlin tarix sevənlərin ən çox verdiyi suallardan birinə birlikdə cavab tapaq. Yəqin ki, videoya baxarkən bir çoxumuzun ağlından eyni sual keçdi. Bəs o, niyə bu siyahıda yoxdur? Axı tarixdə milyonlarla insanın ölümünə səbəb olmuş ən məşhur hökmdarlardan biri məhz o hesab olunur. Çingiz xan. Əslində, bunun səbəbi onun qəddar olub-olmaması deyil. Səbəb tamam başqadır. Bu videoda haqqında danışdığımız şəxslərin hamısını birləşdirən ortaq xüsusiyyət onların müasir siyasi mənada diktator olmalarıdır. Onlar dövlətin bütün hakimiyyətini öz əllərində cəmləşdirmiş, müxalifəti susturmuş, mətbuata nəzarət etmiş, qorxu və repressiya vasitəsilə ölkələrini idarə etmişdilər.
Çingizxan isə tamamilə başqa dövrdə yaşayırdı. O, 13-cü əsrin hökmdarı idi. Həmin dövrdə bugünkü dövlət anlayışı, konstitusiya, seçkilər, siyasi partiyalar və müasir diktatura modeli mövcud deyildi. Tarixçilər buna görə Çingizxanı adətən diktator kimi deyil, imperator, fatih və sərkərdə kimi xarakterizə edirlər. Bu isə o demək deyil ki, onun yürüşləri az qanlı olub. Əksinə, tarixçilərin hesablamalarına görə Monqol yürüşləri nəticəsində milyonlarla insan həyatını itirib. Dəqiq rəqəmlər bugün də müzakirə mövzusudur və müxalifət mənbələr fərqli göstəricilər təqdim edir. Ancaq onun məqsədi müasir diktatorlar kimi bir ölkədə totalitar siyasi sistem qurmaq deyildi. Onun məqsədi imperiyanı mümkün qədər genişləndirməkdir. Məhz buna görə biz bu videoda Çingizxanı deyil, 20-ci əsrin və müasir dövrün diktatorlarını araşdırmağa qərar verdik. Çünki onlar bizə çox vacib bir dərs verir. Fərqli dillərdə danışsalar da, fərqli ideologiyalara inansalar da, fərqli qitələrdə yaşasalar da, hakimiyyət üzərində heç bir nəzarət olmadıqda nəticə çox vaxt eyni olur. Qorxu, repressiya, müharibə və milyonlarla dəyişən insan taleyi. Tarixi dəyişmək mümkün deyil, amma onu düzgün anlamaq eyni səhvləri təkrarlamamağın ən vacib yollarından biridir. Bu videoya innovativ və texnoloji həllər verən Avrotekin dəstəyi ilə baxdınız.